Maliyyə 101 dərsinin 4-cü mühazirəsinə baxırsınız. Bu mühazirədə biz mərkəzi banklar və dövlət iqtisadiyyatı haqqında daha ətraflı danışacağıq. İkinci dərsimizdə əsas iqtisadi anlayışlardan danışarkən biz fiskal və monetar tədbirlər haqqında qısa danışmışdıq və demişdik ki, fiskal tədbirlər dövlətin xərcləmələr və vergilərlə bağlı siyasətini əhatə edir. Monetar tədbirlər isə Mərkəzi Bankın əsasən inflyasiyaya yönəlik tədbirlərini əhatə edir. Bu dərsdə isə, bu mühazirədə isə biz bu fiskal və monetar tədbirlər haqqında nisbətən ətraflı danışacağıq. Başlayaq Mərkəzi Bankdan, Mərkəzi Banka ehtiyacdan. Mərkəzi Bank haqqında bilməli olduğumuz birinci odur ki, biz o banka gedib şəxslər, fərdlər olaraq depozit qoya bilmərik. Oradan kredit ala bilmərik. Mərkəzi banklar banklar üçün belə deyək, bank fəaliyyəti göstərir. Mərkəzi banka ehtiyac niyə yarandı? Gəlin bu haqqda biraz danışaq. Əvvəla onu deyim ki, tutaq ki, sizin $1000 pulunuz var və gedib bu $1000 banka depozit kimi qoymaq istəyirsiniz və gedib qoyursunuz. Bank həmin $1000 götürüb heç də seyfdə saxlayıb gözləmir ki, siz nə vaxt gəlib o pulu geri götürəcəksiniz. Olsun ki, 10%, 20% bankda qalır. Qalan hissəsi isə 80-90%-ni isə bank yenidən kredit olaraq digər müştərilərə verir. Tutaq ki, bu $1000-ın $800 yenidən kredit kimi başqa müştərilərə gedəndə həmin o götürən $800 kredit olaraq götürən müştəri yenə bütün pulu xərcləmir. Olsun ki, yarısını xərcləyir, yarısını isə yenidən ehtiyac olarsa gəlib banka depozit olaraq qoyur. $800-ın yarısı olur $400. Demək ki, həmin ilkin $1000 depozitdən əlavə $400 depozit yaranır. Bu şəkildə də bu slaydda yazdığım depozit kredit olur, kredit daha sonra depozit olur. Məhz bu anlayışdır. Başlanğıcda $1000 pul var idi, amma o $1000 daha da çox depozitə döndü. Çünki bankın marağındadır ki, daha çox kredit versin. Çünki hər kreditdən bank faiz tutur deyə onların marağındadır ki, kreditlərin sayı çox olsun. Belə olan halda tarix boyu müxtəlif ölkələrdə böhranlar baş verirdi və çıxış yolu olaraq Mərkəzi Bank yarandı. Mərkəzi Bank bankın fəaliyyətlərindən biri banklar üçün polis rolu oynamaqdır ki, onlar həddindən çox kredit verməsinlər və verdikləri krediti təkcə depozitlərlə deyil, həm də sahiblərinin kapitalı vasitəsilə maliyyələşdirsinlər. Mərkəzi Bankın funksiyaları Mərkəzi Bankdan banka dəyişir. Məsələn, Amerikada Federal Reserve adlanır Mərkəzi Bank və onların siz saytına baxsaz, onlar əsas funksiyalarını maksimum məşğulluq və qiymət stabilliyi olaraq səciyyələndirirlər. Avropa Bankında və yaxud da digər Yaponiya Bankında, Avstraliya Bankının saytlarına baxsaz, onlar oxşar funksiyaları orada göstərirlər, amma bəzən başqa funksiyalar da ola bilər. Məsələn, valyutanın stabilliyi bəzən mərkəzi bankların öz ana səhifələrində yazdığı funksiyalardan biri olur. Amma mən bu slaydda əsasən maksimum məşğulluq və qiymət stabilliyi demişəm, çünki ən əsas funksiya məhz bunlardır. Məşğulluq dedikdə işsizliyin az olmağı nəzərdə tutulur, qiymət stabilliyi isə inflyasiyanın idarə olunan aşağı səviyyədə qalmasıdır. Bu iki funksiya bəzən bir-biri ilə zidd ola bilər. Çünki əgər bir cəmiyyət düşünsəz, orada hardakı məşğulluq ən yuxarı səviyyədədir, işsizlik çox azdır, orada işçi qüvvəsinə ehtiyac çox olacaq. Demək ki, işçilərə verilən maaşlar çox olacaq və bu da qiymət artımına gətirib çıxaracaq. Ona görə mərkəzi banklar adətən məşğulluq və qiymət stabilliyini sanki tərəzinin iki gözü kimi tarazlaşdırmağa çalışırlar. İqtisadiyyatda Phillips curve dediyimiz xətt, Phillips xətti məhz qiymət stabilliyi ilə məşğulluq arasında olan bu əlaqəni göstərir. İnflyasiyanın səviyyəsi yuxarı qalxdıqca işsizlik səviyyəsi aşağı düşür və tərsinə işsizlik səviyyəsi çoxaldıqca iqtisadi zəiflik azalır və qiymət artımları da oxşar olaraq azalır. Mərkəzi Bankın məşğulluq və inflyasiyanı idarə etmək üçün əsas mexanizmlərindən biri faiz dərəcələridir. Biz bu haqda yenə
əsas iqtisadi anlayışlar dərsində müəyyən qədər danışdıq və dedik ki, Mərkəzi Bank iqtisadiyyatda əsas faiz dərəcələrini müəyyənləşdirir. Bu faiz dərəcələrində Mərkəzi Bankın özü özəl banklara kreditlər verir və özəl banklar da buna uyğun olaraq müəyyən faiz əlavə edib müştərilərə şəxsi kreditlər verir, ipoteka verir, maşın krediti verir və s. kreditləri bu ana faiz dərəcələrinə uyğun olaraq müəyyənləşdirir. Gəlin yenə Amerika nümunəsində buna baxaq. Burada qırıq-qırıq xəttlərlə Mərkəzi Bankın faiz dərəcələri göstərilib və onun üzərinə 8% gələndə də siz bu nöqtələri alırsınız. Təqribi 8%-dir. Bu ildən ilə, aydan aya dəyişə bilər. Amma gördüyünüz kimi ana faiz dərəcələri düşəndə bu özəl bankların faiz dərəcələri düşür. Ana faiz dərəcələri qalxanda isə özəl faiz dərəcələri də qalxır. Burada göstərmiş olduğumuz bu özəl faiz dərəcələri şəxsi kreditlər üçün 2 illik şəxsi kreditlər üçün olan faiz dərəcələridir Amerikada 2026-cı ilə qədər. Gördüyünüz kimi ana faiz dərəcələri ilə bu şəxsi kreditlər arasındakı olan faiz dərəcələri arasındakı fərq təqribən 8%-ə yaxındır. Bu faiz dərəcələri sadə dillə izah eləməyə çalışaq, necə iqtisadiyyata təsir göstərir. Əgər iqtisadiyyatda yavaşlama gedirsə, bu zaman Mərkəzi Bank faiz dərəcələrini aşağı salacaq. Gördüyünüz kimi Covid vaxtında iqtisadi zəiflik aşağı səviyyədə olduğu üçün, çox aşağı səviyyədə olduğu üçün Mərkəzi Bank faiz dərəcələrini 0 dərəcələrinə saldı ki, müştərilərə verilən kredit faizləri də aşağı düşsün, daha çox insan kredit ala bilsin və iqtisadi yavaşlama azalsın və iqtisadi artım baş versin. Bundan başqa Mərkəzi Bankın funksiyalarından biri və əsaslarından biri banklara nəzarətdir. Banklara dediyim kimi o polis nəzarətini Mərkəzi Bank həyata keçirir. Biz bu slaydda bir nümunəni görəcəyik. Yəni Federal Reserve-ün, Amerikanın Mərkəzi Bankının gördüyü işlərdən biridir. Müxtəlif stres testlər, belə deyək, test ssenariləri hazırlayırlar. Məsələn, iqtisadiyyata şoklar ola bilər, neftin qiyməti ilə bağlı şok ola bilər, təbii fəlakət ola bilər. Müxtəlif şoklar zamanı bankların kredit portfelinə necə təsir göstərəcək? Bunu banklar Mərkəzi Banka bildirirlər və bu nəticələr əsasında da Mərkəzi Bank onlara deyir ki, sizin nə qədər kapitalınız olmalıdır. Bu mühazirənin əvvəlində verdiyimiz nümunə kimi, məsələn, $1000 depozitiniz varsa, siz bundan nə qədərini bankda saxlamalısınız və nə qədərini digər müştərilərə yenidən kredit olaraq verə bilərsiniz. Bax, bu kapitalın miqdarı belə müəyyənləşir. Mərkəzi Bank özəl banklara müxtəlif test ssenariləri əsasında həmin məbləği müəyyənləşdirir və bildirir. Belə, Mərkəzi Bank haqqında danışdıq. Bir daha yorulmadan vurğulayım ki, Mərkəzi Bankın gördüyü tədbirlər monetar siyasət adlanır. Monetar siyasət. İndi isə biz fiskal siyasətdən danışacağıq. Fiskal siyasət dövlətin siyasətidir. Dövlətin xərcləmələri və vergiləri fiskal siyasəti əhatə edir. Biz ümumdaxili məhsuldan danışarkən, bu GDP-dən danışarkən dedik ki, GDP-yə daxildir şəxslərin xərcləmələri, investisiyalar, dövlət xərcləmələri və ölkənin net ixrac məbləği. Bax, bu üçüncü burada dəyişən G, government, yəni dövlət xərcləmələri ümumi daxili məhsulda ölkədən ölkəyə fərqli olur, amma Amerikada təqribi 17-18% əhatə edir. Dövlət nəyə pul xərcləyir? Dövlətlər adətən müdafiəyə pul xərcləyir, səhiyyəyə pul xərcləyir, təhsilə pul xərcləyir, müxtəlif sosial proqramlara pul xərcləyir. Bunların bəziləri öhdəlik xarakteri daşıyır. Məsələn, müəllimlərə olan maaşlar dövlət hər il ödəməlidir və yaxud da səhiyyə sahəsindəki xərcləmələr adətən dövlətin məcbur olaraq qarşılamalı olduğudur. Müxtəlif az təminatlı ailələrə olan yardımlar yenə dövlətin xərcləmələrinə daxildir. Amma bundan başqa dövlətlər həm də gələcəyə investisiya edirlər. Məsələn, hər hansısa bir sahədə gələcəkdə artım gözlənilirsə, bu sahəyə investisiyada dövlətin gördüyü tədbirlərdən biridir ki, məsələn, burada bir nümunə var. Trump administrasiyası nadir metallara tələbi gördü və həmin şirkətlərdən birinə investisiya elədi.
Dövlətlər oxşar olaraq süni intellektə investisiya edə bilərlər, texnologiyaya investisiya edə bilərlər. Dövlətlərin siyasəti buna uyğun olaraq dəyişir. Dövlət xərcləmələri dediyim kimi fiskal tədbirlərin bir qoludur. Digər qolu isə vergilərdir. Vergilər dövlət gəlirlərinin əsas hissəsini təşkil edir. İnkişaf etmiş ölkələrdə ən böyük pay məhz vergilər hesabına yığılır və bu vergilərdən yığılmış pulla da sosial proqramlar və s. həyata keçirilir. Vergi faizləri nə qədər olmalıdır? Bu iqtisadçıların, maliyyəçilərin həmişə düşünmüş olduğu sualdır. Bir tərəfdən zəngin insanlara o qədər pulu var ki, özləri də bilmirlər nə etsinlər. Ona görə onlardan bəzən vergi çox tutulmaq istənilir. Amma digər tərəfdən də bu zəngin insanlar özləri çalışaraq bu sərvətə sahib olublar və onlar heç də istəmirlər ki, əllərindəki mülkdən və yaxud da gəlirlərindən çox vergi tutulsun. Və buna görə də dövlət vergi artımlarına çox yavaş, çox belə ehtiyatla gedir. Amma dediyim kimi, vergilər az olarsa da dövlətin büdcə gəlirləri az olacaq və xərcləmələrə vəsait qalmayacaq. Yaxşı, bəs vergilərdən başqa dövlət necə pul götürə bilər? Təbii ki, borclanaraq. Bunu da bu haqda da biz qısa olaraq danışmışdıq. Demişdik ki, dövlətlər son illərdə çox sürətlə borclanaraq gedirlər. Məsələn, biz burada görürük ki, bu xətt Amerikada dövlətin borcunun ümumdaxili məhsul olan nisbətini əhatə edir. Uzun zaman bu faiz 100%-in altında olsa da, son zamanlar 100%-in üzərinə keçmişdir. Şiddətli artımlardan biri burada məsələn görürsünüz, maliyyə böhranı zamanı bu faiz artdı. Eyni zamanda Covid zamanı kəskin olaraq dövlətin borclanma nisbəti artdı. Belə deyək, biz oxşar zamanda pul çapını da müşahidə eləmişdik. Amerikada 15 trilyondan 20 trilyona qədər qalxmışdı, xatırlayırsınızsa, dövriyyədə olan pulun məbləği. Yəni necə olur? Dövlət görür ki, Covid vaxtıdır, hər yer bağlanıbdır, insanlar işləməyəcəksə gəlirlər olmayacaq, gəlirlər olmayacaqsa vergi olmayacaq. Ona görə də gedib Mərkəzi Banka deyir ki, mən filan miqdarda borc kağızları dövriyyəyə buraxacam və sən də onları almalısan. Həm Mərkəzi Bank da bildiyiniz pul çap edir ki, həmin borcları alsın. Qulağa əla səslənir. Yəni həmişə də onda elə dövlətlər bu borclanma ilə getsinlər. Problem nə olasıdır? Təbii ki, faizlər. Dövlət də hamı kimi öz borclarına uyğun olaraq faiz verməlidir. Və faizlər çox qalxdıqca dövlətin büdcəsinə bu əlavə yük olaraq belə deyək, ağırlıq gətirir. Biz bu slaydda bu xətt üzrə görürük dövlətin belə deyək, ödədiyi faizlərin ümumdaxili məhsul olan nisbəti. Bir zamanlar bu 5-6%-ə qədər qalxmışdı. Tarixdə bu 90-cı illərdə də oxşar faiz var idi Amerikada, amma daha sonra dövlətin tədbirləri nəticəsində bu faiz aşağı düşsə də, son zamanlar yenidən borclanma artıbdır və borclanma artdığı üçün tələb olunan faiz dərəcələri də uyğun olaraq qalxıbdır. Burada yenə biz müxtəlif dövlət borclarına olan faizləri görürük, bazar faizlərini görürük, 3-4% arasında dəyişir və bir şeyə nəzər sala bilərsiniz ki, məsələn 2 illik borc kağızına orta gəlir 3.5%-dirsə, 30 illik gəlirə 30 illik borc kağızına olan belə deyək, orta gəlir 4.7%-dir. Yəni zaman artdıqca tələb olunan vergi dərəcələri də artır. Ona görə uzun müddətli borclanmaq dövlətlər üçün daha əlavə faiz xərclərinə gətirib çıxarır. Son olaraq kim dövlətə borc verir, bundan danışmaq lazımdır. Biz deyirik belə, dövlət çap eləyir, pul alır, buradan borc kağızı gedir, oradan pul gəlir. Bəs bu borc kağızlarını kim saxlayır? Bu yenə ölkədən ölkəyə dəyişir. Amerika nümunəsində Amerikanın borcunun 1/4, yəni 25%-i xarici investorlar tərəfindən alınır. Burada bu yaxşıdırmı, yoxsa pisdirmi? Buna belə iki başlı cavab vermək olar. Bir tərəfdən yaxşıdır, çünki bu o deməkdir ki, ölkə iqtisadiyyatına inam var xarici investorlar tərəfindən. Xarici investorlar bilirlər ki, dövlətin gücü, qüdrəti artacaq və yaxud da ən azından azalmayacaq.
Ona görə də inamla onun borc kağızlarını alırlar. Digər tərəfdən isə bu biraz asıllıq yaradır. Çünki dövlət borcunun əksər hissəsi bir ölkə tərəfindən sahiblənərsə, həmin ölkə ilə münasibətlər pozulduğunda həmin ölkə başlayacaq sizin borc kağızlarınızı satmağa və belə olan halda sizin faiz xərcləriniz yenə artacaq. Ona görə də xarici investorlar tərəfindən yığılan borc ölkənin xarici siyasətinə də müəyyən qədər təsir göstərir. Belə, bu dərsdə biz fiskal və monetar tədbirlərdən danışdıq. Növbəti dərsdə isə artıq əsas maliyyə anlayışlarından müəyyən qədər riyazi, müəyyən qədər isə keyfiyyət göstəricilərindən danışacağıq.